Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 7-ci sinif fizika dərsliyindən olan keçiricilər və dielektriklər mövzusu ilə tanış olaq. Gəlin başlayaq. Birinci slaydda bizə deyilir ki, lampaları mənbələrə birləşdirən naqillərin bir hissəsi şəkildəki kimi müxtəlif maddələrdən hazırlanmış cisimlərlə əvəz olunur. A və B cisimləri ilə əvəz olunur. Lampalarının birinin yanıb, digərinin yanmamasının səbəbi nədir? Ümumiyyətlə, lampaların birinin digərinin yanmamasının səbəbi odur ki, A cismi adətən görünür şəkildə də görürsünüz ki, birinci sxemdə şəklində lampa yanmışdır, ikinci sxemin şəklində isə lampa sönmüşdür. Bunun səbəbi ondan ibarətdir ki, dövrənin qapalı olması nəticəsində, yəni A-dan elektrik cəryanı keçməsi nəticəsində birinci dövrədə olan lampa yanıb. Amma ikinci sxemdə isə B-dən elektrik cəryanının keçməməsi nəticəsində B-dəki lampa, yəni B sxemində olan lampa yanmamışdır. Yəni ikinci sualda deyilir ki, A və B cisimlərinin hazırlandığı maddələrin elektrik xassələri bir-birindən nə ilə fərqlənir? Təbii ki, bu onu göstərir ki, A cismi elektrik cəryanını yaxşı keçirən maddədir, yəni keçirici hesab olunur. B cismi isə elektrik cəryanını keçirməyən maddə olduğundan bu maddələr dielektrik maddələr hesab olunur. Yəni bu maddələrlə geniş şəkildə tanış olaq. Ümumiyyətlə maddələr keçiriciliyinə görə 3 qrupa bölünür. Naqillər, dielektriklər və yarım keçicilər. Bugünkü dərsimizdə biz sizinlə naqillər və dielektriklər mövzusu ilə tanış olacaq. Yəni bunlar haqqında danışacaq. Gələcək dərslərimizdə isə biz yarım keçicilər mövzusu ilə də tanış olacaq. Maddələr elektrik keçiriciliyinə görə əsasən keçiricilər və dielektriklər olmaqla 2 qrupa ayrılır. Maddənin keçirici və ya dielektrik olması onu təşkil edən atomların quruluşundan asılıdır. Keçiricilər haqqında danışaq. Ümumiyyətlə onların daxili quruluşuna nəzərə salsaq, görərik ki, atomda elektronlar nüvə ətrafında müəyyən məsafələrdə orbitlər üzrə hərəkət edir. Bunu Bohr postulatında öyrənmişdik. Bəzi elektronların orbitləri nüvəyə daha yaxın, bəziləri isə daha uzaqda şəkildə də görürsünüz. Mis atomunun şəkli göstərilmişdir. Görə bilərik ki, bəzi orbitlər atoma daha yaxın, nüvəyə yaxın olduğu halda, bəzi elektronlar isə nüvədən nisbətən uzaqda yerləşir. Elektron və nüvənin yükləri əks işarə olduğundan onlar bir-birini cəzb edir. Yəni nüvəyə yaxın orbitlər üzrə hərəkət edən elektronlar nüvə tərəfindən böyük qüvvə ilə, nüvədən uzaq orbitlər üzrə hərəkət edən elektronlar daha az qüvvə ilə cəzb olunur. Bəzi maddələrdə atomun xarici orbitində elektronlar nüvə arasında cəzb etmə çox kiçik olur. Bunun nəticəsində elektronlar atomu tərk edərək onun daxilində müxtəlif istiqamətlərə doğru hərəkət edə bilir. Bu zaman biz atomun daxilində elektron itirən müsbət iona rast gələ bilərik və maddə daxilində müxtəlif istiqamətlərdə hərəkət edən, yəni sərbəst hərəkət edə bilən elektronlara rast gələ bilərik. Yenə də görə bilərsiniz, həm burada elektronlar var, həm də elektronunu itirmiş müsbət ionları görə bilərik. Yenə bu şəkildə də görürsünüz, elektronların sərbəst hərəkətini görə bilirik. Həmçinin elektronunu itirmiş müsbət ionları görə bilirik. Maddə daxilində hərəkət edə bilən elektronlar sərbəst elektronlar adlanır. Çünki bunlar maddənin müxtəlif istiqamətlərə doğru hərəkət edə bilirlər. Elektronlar yüklü zərrəciklər olduğundan sərbəst elektronlar sərbəst yük daşıyıcılar da adlanır. Sərbəst elektronlar və ya sərbəst yük daşıyıcılar maddələr keçirici və ya naqil adlanır. Yəni, bu elə hansı maddələrin daxilində sərbəst yük daşıyıcılar, yəni sərbəst elektronlar varsa, biz belə maddələrə naqillər və ya keçiricilər adlandıracağıq. Bu maddələr elektrik cəryanını, elektrik yükünü keçirən maddələrdir. Onlara misal olaraq biz metalları, duz və turşunu, suda məhlullarını aid edə bilərik. Belə bir sual verilir ki, nə üçün keçiricilər elektrik yükünü asanlıqla keçirir? Səbəb ondan ibarətdir ki, keçirici maddələrdə bütün istiqamətlərə sərbəst hərəkət edə bilən yük daşıyıcılar mövcuddur. Metallarda bu yük daşıyıcılar atomu tərk etmiş sərbəst elektronlar, məhlullarda isə bunlar müsbət və mənfi
metallardır. Şəkildə də görürsünüz. Metala baxsaq, onun daxilində sərbəst hərəkət edə bilən elektronlara rast gələ biliriksə, məhlullarda isə bu müsbət və mənfi ionlara rast gələrik. Bunlar artıq adətən elektrik cəryanı keçirən yük daşıyıcılardır. Bütün metallar keçiricidir. Ən yaxşı keçiricilər gümüş, mis və qızıldır. Ancaq praktikada əsasən mis, alüminium və poladdan istifadə olunur. Yəni burada şəkildə də görə bilərsiniz. Keçiricilərə bütün metallar dedik keçiricidir. Mis, qızıl, laton, alüminium, gümüş, polad, dəmir. Ən yaxşı keçiricilər isə gümüş, mis və qızıldır. Belə bir sual verilib ki, gümüşdən hazırlanmış naqildə hansı elektron sərbəst elektrona çevrilə bilər? Biz dedik ki, hansı orbit nüvədən uzaqda yerləşə bilirsə, həmin orbitdəki olan elektronlar asanlıqla atomdan qoparaq onun ətrafında hərəkət edə bilir. Çünki həmin elektronla nüvə arasında cəzb etmə qüvvəsi zəifdir. Ona görə də bizdə burada cavab B elektronu olacaq. Çünki B elektronunu atomun nüvəsindən müəyyən məsafədə, ən uzaq məsafədə yerləşmişdir. Və onun həmin elektronla nüvə arasındakı cəzb etmə qüvvəsi zəif olduğundan o asanlıqla qoparaq sərbəst elektrona çevrilir. Keçici maddələrə adətən elektrik avadanlıqların cəryan keçən hissələrini hazırlamaq üçün istifadə olunur. Yəqin şəkildə də görürsünüz. Həmin götürülmüş maddənin bir hissəsi, müəyyən bir hissəsi keçirici isə, plasmas hissəsi isə dielektrik hesab olunur ki, plasmas hissəsi onun görə dielektrikdir ki, biz əlimizə toxunduğumuz zaman bizdən elektrik cəryanı keçməsin. Həmçinin elektrik enerjisinin elektrik stansiyalarından şəhər, qəsəbə və kəndlərə çatdırılmasında istifadə olunan elektrik xətləri də metallardan hazırlanır. Metallar sərbəst elektronların sayının çox olduğuna görə onlar həm elektrik cəryanını, həm də istiliyi yaxşı keçirir. Görürsünüz yəqin ki, burada sərbəst elektronların hərəkətini müşahidə etmək olur. Keçək dielektrik maddələrə. Keçici maddələrdən fərqli olaraq şi və plasmas kimi bəzi maddələrin daxilində elektronlar atomlardan uzaqlaşa bilmir. Çünki həmin maddələrin atomlarının nüvədən uzaq elektronları nüvə tərəfindən böyük qüvvə ilə cəzb olunur. Yəni bu elektronlar artıq atomdan qopub uzaqlaşa bilmir. Çünki buradakı rabitə, həmçinin qüvvə daha böyükdür. Bu isə o deməkdir ki, həmin maddələr neytral atomlardan təşkil olunub. Yəni onların daxilində sərbəst elektronlar mövcud deyil və nəticədə də belə maddələr elektrik yükləri daşımırlar. Şəkildə də fərqi görə bilərsiniz. Naqillərdə əgər biz hər hansı bir atom ətrafında sərbəst elektronlara rast gəliriksə, dielektriklər ətrafında isə biz həmin neytral atomlara, təkcə neytral atomlara rast gəlirik ya burada heç bir sərbəst yük daşıyıcı yoxdur. Naqillər daxilində xatırladaq ki, həm sərbəst elektronlar var, həmçinin sərbəst elektronlardan qopmuş müsbət ionlardır. Burada sərbəst yük daşıyıcılar sərbəst elektronlar hesab olunur. Sərbəst yük daşıyıcıları olmayan maddələr dielektriklər adlanır. Yəni biz dielektriklərdə sərbəst yük daşıyıcılara rast gələ bilmirik. Elektrik yükünü keçirməyən maddələr də dielektriklərdir. Dielektriklərə plasmas, rezin, şüşə, ebanit, quru taxta, hava, saxsı və s. aiddir. Dielektriklərdən hazırlanan cisimlər isə izolyator adlanır. Təhlükəsizlik məqsədi ilə elektrik avadanlıqlarında naqillər və metal hissələr dielektrik örtüklərlə izolyasiya olunur. Baxın, şəklə görsəniz, görərsiniz ki, müəyyən bir hissəsi mis naqildir. Mis hissəsi, məsəl üçün, burada naqil hesab olunur, yəni keçirici hesab olunursa, plastik hissəsi dielektrik hesab olunur. Həmçinin bayaqki şəkildə də keçirici və dielektrik hissələrini göstərilib. Bizə belə bir sual verilir. Şəkildə təsvir olunmuş elektrik çaydanının hazırlanmasında nə üçün həm metal, həm də plasmas maddədən istifadə olunur? Bilirik ki, əgər biz metaldan istifadə ediriksə, bizim məqsədimiz odur ki, elektrik cəryanını yaxşı keçirsin. Ona görə də adətən çəngəl, naqil və qızdırıcı spiral metaldan hazırlanıb. Yəqin ki, görürsünüz. Amma çəngəl və naqil təhlükəsizlik məqsədi ilə elektrik olan plasmasla izolyasiya olunub. Yəqin ki, üzərini görürsünüz, plasmasla izolyasiya olunub. Həmçinin çayının tutacaq hissəsini və yaxud alt hissəsini də
biz plasmasla əhatə olunduğunu görə bilərik. Bunun səbəbi isə plasmas elektriki və siliyib izi keçirdiyindən çaydanın dəstəyi də bu materialdan hazırlanmışdır. Həmçinin elektrik çilingənləri də iş zamanı rezin əlcək geyinir və ya dəstəyi rezin plasmas olan ləvazimatlardan istifadə olunur. Nə üçün elektrik işlərində dəstəyi rezin və ya plasmas olan ləvazimatlardan istifadə edilir? Bunun yəqin ki, məqsədini bilirsiniz ki, bizim məqsədimiz odur ki, rezin və digər elektrik maddələr elektrik cəryanı yaxşı keçirmir, pis keçirilir və nəticədə biz ondan istifadə edirik ki, bizə elektrik cəryanı bizim bədənimizə keçməsin, bizə ziyan vurmasın. Bizdən belə bir sual verilir ki, dielektrikləri elektrikləndirmə mümkündürmü? Dielektrikləri də elektrikləndirmə mümkündür, lakin onlarda bilirik ki, yüklər hərəkət etmir. Bu yüklər bizdə bağlı yüklər hesab olunur. Sürtünmə və ya toxunma ilə dielektrikdə yalanan elektrik yükləri yarandığı yerdə də qalır. Yəni, burada heç bir hərəkətə rast gəlmərik. Elektriklər ümumiyyətlə statik və cari elektrik növünə bölünür. Statik elektrik deyəndə elektrik yükləri hərəkət etmir, yəni sükunətdə qalır. Məsələn, ebonet çubuqla yun parçada, şüşə çubuqla ipək parçada olan yüklər, yəni biz cisimləri bir-birinə sürtən zaman onlarda elektriklənmə yaranır və burada elektrik yükləri hərəkət etmir, sükunətdə qalır. Amma cari elektrik sayəsində elektrik hərəkət edir, yəni elektrik yükləri naqil daxilində müəyyən hərəkət edərək elektrik cəryanı yaradır və buna da gündəlik istifadə olunan elektrik cəryanı misal göstərmək olar. Yaxşı elektrik keçirici olmasına baxmayaraq, qızıldan elektrik avadanlıqlarında istifadə olunmur. Ancaq kompüterlərin sistem lövhəsində, dövrələrində qızıldan daha istifadə olunur. Sizcə nə üçün? Ümumiyyətlə, qızıl elektrik cəryanı yaxşı keçirən maddədir. Həmçinin o korroziyaya davamlıdır. Düzdür, qızıl digər maddələrə nəzərən böyük xərc, böyük miqdarda vəsait tələb edir. Lakin buna baxmayaraq, kompüterlərdə sistem lövhəsində istifadə olunan hissəsi çox kiçik ölçülüdür və buna görə də bizim kompüterlərdə qızıldan istifadə edirik ki, məqsədimiz onun daha yaxşı elektrik keçiriciliyinə malik olması, həmçinin korroziyaya uğramamasıdır. Digər tapşırıqlara baxa, öyrəndiklərinizi tətbiq edin. Şəkildə 2 fərqli maddə göstərilib, şəkillərə əsasən müəyyən edin. Gəlin biz burada şəkillərə diqqətlə baxaq və oradakı maddələri təyin edək. Bizdən soruşulur şəkildə keçirici maddəni. Keçirici maddəni götürəndə ümumiyyətlə ya A-nı ya da B-ni götürməliyik. Keçirici maddə bizdə görürük ki, B variantıdır. Çünki B-də biz dedik ki, keçirici maddələrdə sərbəst elektronlar mövcuddur. Əgər biz görürüksə mənfi yük daşıyıcılar, sərbəst elektronlar, onda burada B variantını götürəcəyik. Amma A variantında sərbəst yük daşıyıcı olmadığından bu da elektrik maddə hesab olunur. Sərbəst elektronlar isə yəqin ki, bilirsiniz, mənfi şarlı yüklər nəzərdə tutulur. Bu da D variantı olacaq. Müsbət iyonlar dedikdə isə biz dedik ki, keçirici maddələrdə atomdan elektron qoparaq orada sərbəst elektronların yaranmasını gətirib çıxardır. Atomdan elektron qopduğu zamanda elektronların sayı azaldığından atomun yerində müsbət iyonlar yaranmış olur. Ona görə də burada Y variantı, yəni Y olan hissə bizdə müsbət iyon hesab olunur. Neytral atomlar da C variantındadır. Çünki dedik ki, dielektrik maddələrdə heç bir sərbəst yük daşıyıcıya rast gəlmədiyimizdən, yəni burada artıq sərbəst elektronlar yaranmadığından artıq atomlar neytral olaraq qalır. Yəni burada artıq elektron qopmadığından burada nə müsbət iyon, nə də elektrona rast gəlmirik və atom olduğu kimi qalır. Yəni neytral formada davam etdirir. Keçək digər tapşırığa. Şüşə çubuğu yun parça ilə sürtdükdə şüşənin sürtülən hissəsi müsbət elektrik yükü ilə elektriklənir. Sürtülməyən hissəsi isə neytral qalır. Bunun səbəbini izah edir. Əgər biz görürüksə, yükün bir hissədən digər hissəyə hərəkət etmir, o deməkdir ki, bizim götürdüyümüz maddə dielektrik maddədir. Çünki biz bilirik ki, dielektrik maddələrdə sərbəst yük daşıyıcılar yoxdur. Ona görə də orada yüklərin bir tərəfdən digər tərəfə keçidi baş vermir. Ona görə də biz bu qənaətə gəlirik ki, bizim götürdüyümüz maddə dielektrik maddədir. Onda da sərbəst yük daşıyıcılar mövcud olmadığından ancaq sürtülən hissə
yüklənir. Sürtülməyən hissə isə neytral qalır. Yəni nəticədə sürtülən hissədən elektrik yükü sürtülməyən hissəyə doğru hərəkət etmir. Bunun nəticəsində biz belə maddəyə dielektrik maddə deyə bilərik. Öyrəndiklərinizi yoxlayın. Bizdən soruşulur ki, keçicilər və dielektriklər arasında bir oxşar və bir fərqli göstərin. Əslində keçicilər və dielektriklərin oxşarlığı odur ki, hər ikisi elektron, proton, neytronlardan təşkil olunmuşdur. Sadəcə keçici maddələrdə biz sərbəst yük daşıyıcılar rast gəliriksə, elektrik maddələrdə isə sərbəst yük daşıyıcılar olmur. Bu yük daşıyıcılar adətən bağlı yüklər hesab olunur. İkinci şəkildə deyilir ki, alüminium atomu təsvir olunmuşdur. Alüminium naqildə hər atomun neçə elektronu sərbəst elektronu çevirə bilər. Ümumiyyətlə biz baxanda atomu nüvəsinə və onun xaricində hərəkət edən orbitlər üzrə elektronlara baxırıq. Ən xarici orbitini biz götürsək, ən uzaqda olan orbit nəzərdə tutulur və bu orbitdə biz demişdik ki, olan elektronlar nüvə arasındakı cəzb etmə qüvvəsi çox zəifdir. Ona görə də onlar asanlıqla qoparaq atom daxilində, yəni maddə daxilində sərbəst yük daşıyıcılara çevrilir. Biz də baxsaq xarici orbitində burada görə bilərik ki, cəmi 3 elektron vardır. Ona görə də biz deyə bilərik ki, burada yalnız 3 elektron sərbəst elektronuna çevrilə bilər. Çünki buradakı elektronlarla nüvə arasında elektrik qüvvəsi zəifdir. Keçək digər tapşırığa. Şəkildə təsvir olunmuş elektroskoplardan biri yüklü, digəri yüksüzdür. Bu elektroskopları metal naqillə birləşdiririk və bu elektroskopların və vərəqlərin vəziyyəti necə dəyişir? Biri yüklüdür, yüklü yəqin ki, buradakı nəzərdə tutulur, yüksüz isə burada. Çünki yüklü olduğu halda biz bilirik ki, vərəqlər bir-birindən uzaqlaşırdı. Yüksüz olduğu halda vərəqlər şaquli vəziyyətdə qalırdı. Və əgər biz onları hər hansı bir naqillə birləşdirsək, bizdən soruşur ki, nə kimi hal baş verər? Yəni, o vərəqlərində vəziyyətində nə kimi dəyişiklik baş verər? Tutalım ki, biz burada əslində bir neçə hal baş verə bilər. Əgər biz bunu nəzərə alsaq, əslində biz nəzərə alsaq ki, əgər biz naqillə birləşdiriksə, bu elektroskoplarda yüklərin keçidi baş verəcək, təbii ki, elektronların keçidi baş verəcək və nəticədə bu o hala qədər davam edəcək ki, hər iki elektroskopun kürəsində yüklənmə eyni olsun, eyni miqdarda olsun. Burada iki hal baş verə bilər. Ola bilər ki, B elektroskopu bir dəfə mənfi yüklənmiş olsun, bir dəfə də müsbət yüklənmiş olsun. Gəlin baxaq, əvvəlcə mənfi yüklənmiş. Mənfi yüklənsə, bunu da biz 0 qəbul etmişik və bu zaman nə baş verəcək? Təbii ki, B elektroskopu elektronların sayı çoxdur. Ona görə də B-dən A-ya doğru elektronlar hərəkət edəcək. Və elektronlar hərəkət etdiyinə görə biz deyə bilərik ki, A elektroskopunda mənfi yüklənəcək, B də mənfi yüklənəcək. Bu zaman A-da olan yüklərin miqdarı, yəni elektronların miqdarı artdığından vərəqlər sağa tərəf hərəkət edəcək, yəni bir-birindən nisbətən uzaqlaşacaq. Amma B elektroskopunda elektronların sayı azaldığından vərəqlərin aralarında məsafə nisbətən azalacaq. Yəni birincidə artar, yəni A-da artacaq vərəqlər arasında məsafə, B-də isə azalacaq. İkinci halda tutalım ki, bizim B elektroskopumuz müsbət yüklüdür. Yəni təbii ki, A elektroskopu 0 qəbul olunmuşdur. Və biz burada görə bilərik ki, elektronlar ən çox A-dadır. Yəni B-də əgər biz deyirik ki, müsbət yüklüdür. Bu onu göstərir ki, burada elektronların sayı azdır. Ona görə də burada artıq elektronlar A-dan B-yə doğru hərəkət edəcək. İkinci halda biz deyə bilərik ki, elektronlar A kürəsindən B kürəsinə doğru hərəkət edəcək. Yəni bu istiqamətə doğru hərəkət edəcək. Və bu zaman biz deyə bilərik ki, hər ikisi müsbət yüklənəcək. Çünki 0 halından, yəni yüksüz neytral halından elektronlar azaldıqca, elektronları itirdikcə bu artıq müsbət yüklənir. Həmçinin ikinci hala, yəni B-yə keçən elektronların sayı artdığından, amma artan zamanda yəni hər ikisi müsbət yüklənir. Səbəb ondan ibarətdir ki, elektronlar nə qədər artsa da
O vaxta qədər davam edir ki, bunlar da hər iki yüklər bərabər olsun. Bunu biz əslində rəqəmlə də göstərə bilərik. Tutalım ki, birində 0-dır, birində müsbət 4-dür. Əgər 0 ilə müsbət 4-ü toplayıb saya bölsək, ikisinin arasında nəzərə alsaq ki, bizdə kürələr eyni radiusdadır. Bu zaman 0 ilə 4-ü toplayıb 2-yə bölsək, sonra onların ədədi ortasını tapsaq, biz 2 almış olarıq. Bu onu göstərir ki, hər iki elektroskopda yük daşıyıcıların miqdarı eyni olacaq, müsbət 2 olacaq. Yəni, bu onu göstərir ki, 0-dan müsbət 2-yə qalxdı. Bu onu göstərir ki, yenə də vərəqlər arasındakı məsafə artacaq. Məsafə artar. İkinci halda isə 4-dən müsbət 2-yə gəldiyinə görə, müsbət 4-dən müsbət 2-yə gəldiyindən vərəqlər arasındakı məsafə azalacaq. Yəni, bu şəkildə qəbul edəcəyik. Keçək digər tapşırığa. Əl ilə toxunduqda yüklü elektroskopun neytrallaşmasına əsasən nə nəticəyə gələ bilərik? Ümumiyyətlə, əlimizi elektroskopa toxundururuqsa, o neytrallaşır. Çünki yüklər, yenə də orada yüklərin keçidi baş verir və əgər elektroskop yüklüdürsə, buradan yüklər elektroskopdan əlimizə və yaxud əlimizdən elektroskopa keçə bilər. Təbii ki, burada yükün işarəsindən də asılıdır. Bu necə baş verə bilər? Əgər yük mənfidirsə, əgər bizim elektroskopumuz mənfidirsə, bu zaman elektronlar həmin elektroskopdan bizim əlimizə doğru hərəkət edəcək. O vaxtı kimi davam edəcək ki, həmin elektroskop neytrallaşsın. Amma əksinə, əgər bizim elektroskopumuz müsbət yüklüdürsə, bu zaman əlimizdən elektronlar elektroskopa doğru hərəkət edəcək. Bu zaman və bu o zamana qədər davam edəcək ki, yenə də elektroskop neytrallaşsın. Çünki insan bədənində hər bir hissə elektrik cərəyanını yaxşı keçirən maddədir. Ona görə də burada yüklərin keçidi baş verir. Keçək digər tapşırığa. L-Venn diaqramına baxaraq və orada uyğun bəndləri seçməyimizi bizdən istəyir. Soruşulur, sərbəst yük daşıyıcıları var. Bilirik ki, sərbəst yük daşıyıcılar keçiricilərdədir. Sərbəst yük daşıyıcıları yoxdur, dielektriklər qəbul edirik. Elektrik cərəyanını keçirir. 2 elektrik cərəyanını keçirir, bilirik keçiricilər. 4 elektrik cərəyanını keçirmir, dielektrikdir. İstilikdən və elektrik təhlükəsindən qorunmaq üçün istifadə edilir. Təbii ki, qorunmaq üçün istifadə etdiyimiz bizdə dielektrik hesab olunacaq. Çünki izolyator kimi qəbul olunur və bizdə istilik və elektrik təhlükəsindən qorunmaq üçün biz dielektrik maddədən istifadə edirik. Keçək digər tapşırığa. Şəkildə təsvir olunan ütünün hansı hissəsi keçirici və hansı hissəsi dielektrikdir? Gəlin baxaq. Yəqin ki, nəzərə alsaq, keçirici hissəsini biz L hissəsi götürə bilərik, altlığını götürə bilərik və O hissəsini götürə bilərik. Çünki burada naqillərdən ibarətdir. Amma yerdə qalan hissələr plasmasdan ibarət olduğundan biz onu dielektrik götürəcəyik. Yəni MNP dielektrik, L olsa keçirici hesab olunacaq. Ona görə cavab D variantı olacaq. Digər tapşırıqda da siz məişət vasitələrini şəkildə görürsünüz. Bizdən soruşulur ki, hansı vasitədə həm keçirici, həm dielektrik hissə var? Çərçivələrdə hansı söz yazılmalı? Keçirici və ya dielektrik. Gəlin baxaq. Məsəl üçün, birinci hissədə biz görə bilərik plasmasdır. Burada dielektrik qəbul edəcəyik. Bu hissəsi naqil hissəsi olduğunu keçiricidir. Burada dielektrik qəbul edirik. Həmçinin bu hissədə dielektrikdir. Karandaşın, bax, 7 hissəsi biz keçirici qəbul edirik. 10 hissəsi dielektrikdir. 8 dielektrik qəbul edirik. 9 hissəsi qrafik hissəsi keçiricidir. 5 taxta qaşıq həmişə dielektrik hesab olunur. Metal qaşıq keçirici hesab olunur. Həmçinin burada biz baxsa 11 keçiricidir, naqildir. 14 dielektrikdir, plasmasdır. 12 bizdə 12-ni baxsaq 12 dielektrikdir, plasmasıdır. 13 keçiricidir. 20
plasmaslı dielektrik hissədir. 19 keçirici hissədir. 15 dielektrikdir. 16 keçiricidir, metal hissədir. 17 də keçiricidir, metal hissədir. 18 isə dielektrik hesab olunur. Təbii ki, elə maddələr var idi ki, onlarda həm keçirici və həm dielektrik hissələr var idi. Elə də maddə var idi ki, orada təkcə dielektrik, təkcə keçiriciyə biz rast gəldik. Sonuncu tapşırığa baxaq. Sonuncu tapşırıqda deyilir ki, elm cisimlərin keçirici və dielektriklər olduqları qeyd edilmişdir. Biz müəyyənləşdirməliyik ki, bunlar hansı maddədir. Əgər bizə deyilir ki, el dielektrikdir, yox, el bizə deyilir ki, keçiricidir. Keçirici olanda biz bilirik ki, plasmas götürə bilmərik. Yəni biz burada B nədəyini silirik. Yəni plasmas götürə bilmərik. Qalan hallar uyğun gəlir. M-də dielektrik deyir bizə. M dielektrikdirsə, onda biz keçirici halları götürə bilmərik. Yəni biz M-də B-ni onsuz sildik, biz B-ni qəbul etmədik. Biz M hissəsinə bizə deyir dielektrikdir. Dielektrik götürsək biz plasması götürə bilərik təkcə. Təkcə plasması götürə bilərik. Çünki gümüşlə mis elektrik cəryanı keçirir. N-də də keçiricidir, onda mis gətirə bilərik. Ona görə bizə cavab olacaq C variantı. C variantı hər üç hala uyğun gəlir. Çünki bizdə deyilənə görə el keçiricidir, gümüş keçiricidir. M dielektrikdir, plasmas dielektrikdir. N keçiricidir, mis də keçirici hesab olunur. Demək, biz bu dərsimizdə sizinlə keçirici və dielektrik maddələrlə tanış olduq. Öyrəndik ki, maddələr əsasən 2 qrupa bölünür, düzdür, əslində 3 qrupa bölünür. Biz sadəcə ikincisi ilə tanış olduq və onların oxşar və fərqli cəhətlərini öyrəndik və onların nəyə görə dielektrik, nəyə görə keçirici maddələr olduğunu aydınlaşdırdıq. Həmçinin bu mövzuya uyğun bəzi tapşırıqlara sizinlə baxdıq. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.